birinci qoldur. Baxaq indi, gəlin tanış olaq Alı kişi qolu ilə. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını, saqqalını ilxıcılıqda artmışdı. Hər gün səhərdən yerə ağaranda Alı kişi ilxını çölə aparır, bütün günü otarır, gecədən biraz keçəndən sonra xalxala gətirirdi. Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Atlar dərya kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenicə ağarmışdı. Qoca ilxıcı bir də baxdı ki, dəryadan 2 ayğır çıxdı. Atlar gəlib ilxıya qarışdılar. 2 madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Tez qalxıb madyanları nişanladı. Amma bu barədə heç kəsə bir söz demədi. Qoca ilxıcı madyanları gözdən qoymurdu. O qədər gözlədi ki, axırda onlar doğdu. Aylar keçdi, il dolandı. Qulunlar böyüyüb day oldular. Günlərin bir günü Toqat paşası Hasan Paşa Həsən xana qonaq gəlmişdi. Paşa söhbət arasında xana dedi: Həsən xan, eşitmişəm sənin yaxşı cins atların var. Gərək ilxından mənə 2 ayğırlıq at verəsən. Həmən bu Hasan Paşa o Hasan Paşa idi ki, Koroğlunun 3 tərəfdən hücum etmək istəyirdi. Bu haqda biz Həmzənin qıratı qaçırması qolunda, Bolu bəy qolunda Hasan Paşa ilə tanış olacaq. Həsən xan o saat Alı kişinin yanına çağırıb tapşırdı. Sabah ilxını çölə aparma. Paşa üçün 2 ayğırlıq at tutturacağam. Bu sözü deyən kimi dayılar Alı kişinin yadına düşdü. O, xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayıları tutub xalxalda bağladı. İlxını sürüb çölə ötürdü. Paşa baxdı ki, xalxalda 2 arıq day bağlanıb. Başa düşdü ki, bu dayıları ona vermək istəyirlər. Gülüb dedi: Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins atların var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çoxdur. Hasan Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: Axmaq qoca, mən sənə deməmişdimmi? At tutacağam. İlxanı saxla. Niyə saxlamamısan? Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə, paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha qəzəbləndi. Mənim ilxımda tərifi aləmə yayılmış cins atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Bütün dünyanı gəzsən, yenə də bunlar kimi at tapa bilmərsən. Həsən xan daha da qəzəblənib dedi: Bilmirəm, bir saata nə qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq 2 dənə ayğırlıq at seçəsən. Bu saat get, seç, gətir. Alı kişi dedi: Xan, onda izin ver, paşa üçün at seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdur. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Odur ki, dedi: Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr elədi, cəllad Alı kişinin gözlərini çıxarsın. Hətta bu haqda Həmzənin qıratı qaçırması qolunda xudkara Həsən Paşa deyir ki, onun atasının deyir gözlərini mən çıxartdırmışam. İnşallah xudkarın sayəsində özünü də İstanbul şəhərində ağacdan mən astıraram. Biz onun bu əməlinin öz dilindən də şahidi olacağıq Həmzənin qıratı qaçırması qolunda. Alı kişi bu sözlərdən sonra nə dindi, nə də səsini çıxartdı. Heç bir dəfə ufuldamadı da. Elə ki, cəllad işini qurtardı, Alı kişi dedi: Həsən xan, İnsan üçün dünyada hər nazu nemətdən şirin şey gözüdür. Sən məni ondan binəsib etdin. Mən sənin qapında çan çürütdüm. İlan kimi qabıq qoydum, saç saqqal ağartdım. Amma sən bunların heç birini bilmədin. Qədir qiymət vermədin. Ancaq eybi yoxdur. İndi ki, mənim gözlərimi bu daylara qiymət elədin, heç olmasa sözün ağası ol. Bu dayları mənə ver. Həsən xan dayların hərəsini onun bir qoluna bağlatdırıb qapısından qovdu. Kör Alı kişini öz evinə gətirdilər. Kəndə xəbər yayıldı. Camaat onun başına yığıldı. Xəbər Alı kişinin oğlu Rövşənə də çatdı. Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. O atasını bu halda görəcək soruşdu: Ata, sənə nə olub? De görüm səni kim bu hala salıb? Alı kişi əhvalatı oğluna danışdı. Rövşən qızmış pələngə döndü. Ayağa qalxıb dedi: Oğlun sənin qisasını yerdə qoymaz ata.
İndi Həsən xan mənim qabağımda dayansın görüm necə dayanır. Kəndin cavanları da qalxdılar. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanında əyləşdirdi. Əlini onun çiyninə qoyub dedi: "Hələ qisasın vaxtı deyil bala. Vaxtında mən özüm deyəcəyəm. İndi diqqətlə qulaq as. Mənim gözlərim budayların üstündə çıxarılıb. Budayların üstündə də gərək mənim qisasım alına. Budayları sənə tapşırıram. Bunlar elə-belə atlardan deyil. Bunlar dərya atından əmələ gəliblər. İndi sən gərək böyük bir tövlə tikəsən. Amma bu tövləyə gərək heç bir yerdən işıq düşməyə. 40 gün tamam olanda atlar bu tövlədə qalacaq. Bayır baca üzü görməyəcəkdir. Bir insan övladının gözü də bu 40 günün ərzində gərək bu atlara baxmaya." Rövşən dedi: "Yaxşı ata, belə olanda bəs onları necə yemləyəcəyəm, necə suvaracağam?" Alı kişi dedi: "Sən tövlədə hər day üçün 40 gözlü bir axur qayıracaqsan. Atların 40 günlük arpasını, samanını həmən bu axurlara dolduracaqsan. Kəndin başındakı zümrüd bulaqdan tövlənin içərisinə bir arx açacaqsan. Hər axurun yanında da bir balaca çarhovuz tikəcəksən. Atlar 40 gün burada yeyib-içib bəslənəcəklər. İndi hələlik tövlə hazır olunacan, dayıları çək bir yerdə bağla." Rövşən qabaqca atasını rahladı. Sonra dayıların yerini sahmanlayıb tövləni hazırlamağa başladı. Elə ki tövlə hazır oldu, Alı kişi gəlib əli ilə çarhovuzu, arxı, axurları yoxlayıb dedi: "Yaxşıdır, indi sən axurları doldur, suyu da hovuzlara bağla. Ancaq yenə də sənə deyirəm, gərək tövləyə nə işıq düşə, nə də atlara bəni insan gözü baxa." Bu işdən düz 38 gün keçdi. Atalar deyiblər ki, insan səbirsiz olar. Rövşən 38-ci günü başa vurdu. 39-cu gün nə qədər elədi özünü saxlaya bilmədi ki, bilmədi. Axır Rövşən gəlib tövlənin üstünə çıxdı. Balaca bir deşik açıb içəriyə baxdı. Rövşən əvvəl gözlərinə inana bilmədi. Sağ axurdakı atın çiyinlərində 2 qanad vardı. Bu qırat olacaq. Özü də qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. Rövşən tez sol axırdakı ata baxdı. Gördü, yox, bu atın qanadı yoxdur. Bu da düratdır. Gözlərinə dolandırıb yenə də sağ tərəfdəki ata baxdı. Gördü, qanad yavaş-yavaş sönür. Rövşən tutduğu işdən peşman oldu. Tez deşiyi örtmək istədi, ancaq iş işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib yox oldu. Rövşənin bir əli oldu, bir başı. Bəli, bir gün də belə gəlib keçdi. 40-cı gün Alı kişi Rövşəni çağırıb dedi: "Bala, gəl məni atların yanına apar, görüm nə haldadırlar." Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi sağ axurdakı ata yaxınlaşdı. Əlini atın belinə çəkdi. Sonra Rövşənə tərəf döndü. "Oğul, bu ata insan gözü dəyib baxıb. Bu atın gərək qanadı olaydı. Düzünə de görüm, bu necə olan işdir?" Rövşən bilmədi, nə desin, soruşdu. "Ata, sən nədən deyirsən?" Alı kişi dedi: "Oğul, məndən gizlətmə. Mən sənə deyirəm ki, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görüm, bu necə olan işdir?" Rövşən əhvalatı atasına danışdı. Alı kişi dedi: "Oğul, səbirsizlik adama həmişə ziyan verər. İndi sən də səbirsizliyinin ziyanını çəkirsən. Ancaq fikir eləməyə dəyməz. Olan olub, keçən keçib. Hələ bir neçə gündə atları bayıra çıxarmaq olmaz. Qapını bağlamaq lazım deyil. Özün gündə gəlib, yemləyib, sulayarsın." Baxaq ikinci hissəsinə əsərin. Bir neçə gün keçəndən sonra qoca ilxıcı oğlu ilə bərabər tövləyə gəldi. Atları yoxlayıb dedi: "Rövşən, oğul, atlar daha böyüyüb. Minilmək həddinə çatıblar. İndi onları bir-bir bərkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Əvvəl bunu, sonra da o birisini min. Təzəcə sulanmış şumda səyirt. Qaratikanlığa sür. Sonra da ildırımlı, daşlı, dağa çapı, deməli 3 dənə oğlu üçün nümunə verir. Birincisi təzəcə şumlanmış şumda sərtməlidir, sonra qaratikanlığa sürməlidir, sonra isə sıldırım daşlı dağa çapmalıdır. Rövşən atasının öyrətdiyi kimi əvvəl sağ tərəfdəki atı mindi və atasının dediyi yerlərə sürdü. Alı kişi atın ayaqlarını, üylərini bərk sıxdı. At nə diksindi, nə də qırpındı. İndi növbə ikinci atın idi. Rövşən bu atda minib sürdü. Alı kişi dedi: "Oğul Rövşən, birinci at sınaqdan çox yaxşı çıxdı. İkinci at da pis çıxmadı, əmək itirmədi. Ancaq birinci ata çıta bilməz. Bu atın tayı bərabəri tapılmaz. Birinci atın adını Qırat, ikincinin adını isə Dürət qoyuram." Deməli, atların adını Alı kişi qoyubdu. "Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla." Sonra Alı kişi dedi:
Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan qisas almaq vaxtı çatdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqq hesabımızı çəkək. Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmış, onu evə gətirmişdi. Daş balaca idi, amma çox ağır idi. Özü də ışım-ışım ışıldayır, par-par parıldayırdı. Alı kişi daşı o üzünə, bu üzünə çevirib yoxladı. Başa düşdü ki, bu göydən düşmüş ildırım parçasıdır. Sabahsı günü Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb bir ustanın yanına apardı. Salamlaşandan sonra daşdan bir balaca tikəsini ustaya verib dedi: "Usta, bu daşdan mənə bir biz qayır." Usta biraz çək-çevir edib daşdan bir biz qayırdı və Alı kişiyə qaytardı. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanını isə Misri qılınc qayıranın yanına aparıb dedi: "Usta, bu daşdan mənə bir qılınc qayır." Bu usta əvvəlkindən də uzunca idi. Qərəz uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. Usta daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, usta baxdı ki, qılınc nə qılınc. Vallah elə bir qılıncdır ki, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Elə ki vədə tamamlandı, Alı kişi qılınc üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzinə ayrı bir qılınc verdi. Ancaq Alı kişi işini əvvəldən möhkəm tutmuşdu. Dinməz, söyləməz, cibindəki bizi çıxarıb qılıncın tiyəsinə bastı. Necə də ağıllı imiş Alı kişi. Bir qılıncı dəldi, o biri tərəfinə keçdi. Usta baxdı ki, Alı kişinin aldığı bilməyəcək. Naçar qalıb onun qılıncını verdi. İndi də bizi bu qılınc tiyəsinə vurdu. Elə bil ildırım çaxdı. Alı kişi qılıncı götürüb evlərinə gəldi, amma bu barədə Rövşənə heç bir söz demədi. Deməli, Misir qılınc bu cür yaranıbdı. Elə ki, Rövşən qıratı, düratı yəhərləyib atasının bərabərinə çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi. Haman qılıncı gizlətdiyi yerdən çıxartdı, oğlu Rövşənə verib dedi: "Rövşən, al bu qılıncı belinə bağla. Bu sən gördüyün qılınclara bənzəməz. Hər nəyə vursan doğrayıb tökər. Bunun adına Misir qılınc deyərsən." Alı kişi dürata, Rövşən isə qırata minib yola düşdülər. Gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Alı kişi düratı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan Alı kişini yalmanına əl çatmayan bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu da buradadır. Özü də bir at minib ki, ruzigarın gözü hələ belə at görməyib. Alı kişi dedi: "Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax gör, indi necə at olublar." Alı kişi sonra dedi: "Həsən xan, mən sənə yaxşılıq etmək istədim. Sən anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəsən, kişi deyilsən." Həsən xan onun bu sözündən acıqlandı. Qılınc çəkib kişinin üstünə cumdu. Rövşən qıratı onun üstünə sürdü. Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə diyirlənməyi bir oldu. Səs-küy qopdu. Qoşun onların üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan qırat, bir yandan dürat, bir yandan Rövşən. Misri qılıncla qoşunun qabaq dəstəsini qırıb dağıtdılar. Rövşən atasının ələ keçəcəyindən qorxub davadan əl çəkdi. Atları sürüb çölə tərəf üz qoydular. Ata oğul axşama qədər yol gedib axşamüstü bir çayın qırağına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Rövşən dedi: "Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidir." Alı kişi soruşdu: "Oğul, bax gör bu bel ki deyirsən, onun hər tərəfində bir uca qaya görünmür ki." Rövşən dedi: "Ata, görünür. Bir sağında, biri də solunda. Özü də başları qarla örtülüdür." Alı dedi: "Oğul, mənim axtardığım yer elə buradır. Buraya Çənlibil deyirlər. Biz burada yurt salmalıyıq." Ata oğul Çənlibildə yurt saldılar, yaşamağa başladılar. Günlərin bir günü Alı kişi Rövşəni yanına çağırıb dedi: "Oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına Qoşa bulaq deyirlər. Buz kimi suyu var. 7 ildən 7 ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşar. Onlar toqquşanda Qoşa bulağa nur tökülər, köpüklənib daşar. Hər kim Qoşa bulağın o köpüyündən çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Hər kim Qoşa bulağın suyundan içsə, aşıq olar. Vədə çatıb, get axtar, Qoşa bulağı tap, ancaq köpüyündən bir qabda doldur, mənə gətir."
Rövşən getdi. Dağları, daşları ələk-vələk elədi. Axırda bir dağa çatdı. Min bir əziyyətlə qayaya dırmaşdı. Baxdı ki, bura elə çəmənzar, laləyə bənzər bir yerdir, gəl görəsən. Ortalıqda qoca bir ağac var. Altında da qoşabulaq. Durna gözü kimi qaynayır. Göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu. Ulduzlar doğdu. Ulduzlar gəlib düz qoşabulağın üstünə toqquşdular. Onların toqquşmasından qoşabulaq daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü. Bir qabda doldurub içdi. Təzədən bir qabda doldurmaq istəyəndə baxdı ki, ey dadi-bidat, köpük hayanda idi. Bulaqlar yenə də elə durulub ki, elə bir göz yaşıdır axır. Rövşən bir başına, bir dizinə vurdu. Ancaq hara çatacaq. Qabı boş götürüb kör peşman geri döndü. Əhvalatı atasına danışdı. Alı kişi bir ah çəkib dedi. Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki ələ gəlmədi. Rövşənin dərdi bir idi, 5 oldu. Başına, gözünə döyməyə başladı ki, mən niyə qabaqca özüm içdim. Alı kişi dedi, oğul, ağlamaqdan bir şey çıxmaz. Keçənə güzəş deyərlər. Görünür bir də səni görmək mənə qismət deyilmiş. Daha mənim əcəlim tamamdır. İndi qulaq as. Sənə bir-iki sözüm var, onları deyim. Rövşən atasının yanında əyləşdi. Alı kişi dedi, bala, ay keçər, il dolanar. Sənin adın məğribdən məşriqəcən bütün dünyada məşhur olar. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcək. Nə qədər ki, Misri qılınc sənin belində, sən də qıratın belindəsən, özü də çənli bildəsən, sənə heç kim bata bilməyəcək. Get, sənin adını Koroğlu qoydum. Alı kişi vəsiyyətini eyləyib, ömrünü öz oğluna bağışladı. Koroğlu atasını qoşabulağın yanında dəfn eləyib, o gündən çənli birdə yurt yuva saldı. Çox gözəl qoldu. Bundan sonraki qol isə Koroğlunun Dəli Həsənlə rastlaşması qoludur ki, onu da yeni 7-ci siniflərin təzə kitablarında əlavə ediblər. İnşallah növbəti ildən həmən qol da tədris olunacaqdır.